Salam, coğrafiya 7-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 6 üzrə nümunəvi suallara baxırıq. Birinci sual. Dərin, ensiz və dik yamaclara malik çay dərələri nə adlanır? Deməli, dərin, ensiz və dik yamaclara malik olan çay dərələri kanyonlar adlanır. Kanyonlar əsasən dağ çaylarında yaranır. Bunlara V şəkilli dərələr də deyilirdi. Dünyanın ən dərin və ən iri və ən dərin şor sulu gölü hansıdır? Deməli, ən iri gölü bildiyimiz kimi Xəzər dənizidir. Ən dərin gölü isə Baykal gölüdür. Amma burada bizə şor sulu ən dərin göl deyirsə, hər ikisi Xəzər dənizidir. Şor sulu ən dərin göl Xəzər dənizidir. Baykal gölü isə Şirin göldür. Məlumatlar hansı çaya aiddir? Mənbəyi Türkiyədəki Bingöl silsiləsi, uzunluğu 1072 kilometr. Deməli, buradakı çaylardan Samur çayı Azərbaycan və Rusiya ərazisindən axır. Enba və Ural çayları Qazaxıstan ərazisindən axır. Kür və Araz çayı mənbəyi isə düzdür. Hər ikisinin mənbəyi Türkiyə ərazisində yerləşir. Amma Kür çayı öz başlanğıcını Türkiyədəki Qızıl Gədik dağından götürür və uzunluğu 1500 metrdən çoxdur. Araz çayı isə cavabımız Araz çayıdır. Bingöl silsiləsindən başlayır və uzunluğu 1072 kilometrə bərabərdir. Müvafiq olaraq Kür və Araz çaylarının mənsəbləri hansı ölkədədir? Deməli, Kür çayı və Araz çayı hər ikisinin mənsəbi Azərbaycan ərazisindədir. Araz çayı Sabirabad rayonu ərazisində Kür çayına, Kür çayı isə Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür. Deməli, hər ikisinin mənsəbi Azərbaycanda yerləşir. Məlumatlardan neçəsi Xəzər dənizinə aiddir? Səviyyəsi dünya okeanından aşağıdadır. Bəli, bu doğru fikirdir. Çünki Xəzərin səviyyəsi -27 metrdir. Yəni, dünya okean səviyyəsindən aşağıda yerləşir. Araz çayının mənbəyidir. Ümumiyyətlə, Xəzər dənizi heç bir çayın mənbəyi ola bilməz. Çünki Xəzər axarsız göldür. Əslində göldür. Bəli, göldür. Sahilində 6 ölkə var. Xeyr, sahilində 6 ölkə yox. Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiya olmaqla 5 ölkə var. Kür çayının mənsəbidir. Bəli, bayaq qeyd etdiyimiz kimi Kür çayının mənsəbi Xəzər dənizidir. Deməli, 3 dənə fikir bizə verilənlərdən doğrudur. Cavab C bəndi. 6-cı sual. Uyğunluğu müəyyən edin. Kənar dəniz. Deməli, dənizlər bildiyimiz kimi 3 növə bölünür. Kənar dənizlər, daxili dənizlər və adalar arası dənizlər. Adalar vasitəsilə okeandan ayrılan dəniz kənar dənizdir. Bizə burada verilən dənizlərdən də Bering dənizi kənar dənizdir. Daxili dəniz okeanla boğaz vasitəsilə birləşən dənizlər daxili dənizlərdir. Bunlardan da bizə Qırmızı dəniz daxili dənizdir. Qırmızı dəniz Bab-əl-Məndəb boğazı ilə Ədən körfəzindən, yəni dünya okeanı ilə birləşir. Adalar arası dənizlər isə adalar ilə əhatə olunan dənizlərdir. Filippin dənizi ən böyük dəniz hesab olunan Filippin dənizi də adalar arası dənizdir. Çay sularını çirkləndirən mənbələr hansılardır? Deməli, şəhərlərin çirkab suları, bəli, bunlar həqiqətən də çayları çirkləndirir. Buzlaq suları xeyir. Sənaye tullantıları, bəli, çirkləndirmə mənbələridir. Yağış suları xeyir. Kənd təsərrüfatı, bəli, yeraltı suları xeyir. Deməli, bu düzgün cavab 1, 3, 5, yəni D bəndi olmalıdır. 8-ci sual, uyğunluğu müəyyən edin. Deməli, subasar, delta, terras, estuari, şəlalə və meandr verilib bizə. Deməli, çayın qollara ayrıldığı geniş sahə. Çayın qollara ayrıldığı geniş sahəyə deməli delta deyilir. Deməli, bura A uyğundur. Sonra qıfa bənzər körfəzdir. Qıfa bənzər körfəzlər estuarilərdir. Çay yatağının sərt döngələri. Yəni, çayda yaranan sərt döngələrə meandrlar deyilir. Çayın daşanda su altında qalan ərazilər adından da bilindiyi kimi subasarlardır. Çayın hündürlükdən tökülməsi bu şəlalədir. Çay dərəsinin pilləvari yamacları isə terraslardır. Deməli, 1-ə D, 2-yə A, 3-ə F, 4-ə B, 5-ə Y, 6-ya isə C. Yəni, düzgün cavab C bəndi. 9-cu sual. Verilən göllərə aid olan cəhətləri seçin. Deməli, birinci gölə baxaq biz. Bu gölə həm çay tökülür, həm özündən də çay başlayır. Deməli, belə göllər axarlı göllərdir. Özündən çay başlayırsa. Amma bu gölə özündən çaylar tökülür, amma özündən heç bir çay başlamır. Deməli, bu göl axarsız göldür. Göldən çay başlayır. Deməli, bu axarlı göllər 1-ə aiddir. Suvarmada istifadə olunur. Əsasən axarlı göllər şirin sulu olur və suvarmada istifadə oluna bilər. 3 də bura aiddir. Suyu duzludur. Axarsız göllər əsasən duzlu olur.
Quraq iqlimində daha çox ola bilər. Əsasən axarsız göllər quraq iqlimində daha çox olur. 5 də bura aiddir. Axarsızdır, 4 də bura aiddir. Ekvatorial enliklər daha çox olur. Yəni ekvatorialda yağıntılar daha çox yağıldığı üçün ekvatorialda daha çox axarlı göllər rast gəlmək olar. Deməli 1 3 6 2 4 5, yəni cavabımız D bəndi olmalıdır. 10-cu sual. Yanlış cavabı müəyyən edin. Meksika və Hudson körfəzi səhvən dəniz adlandırılıb. Səhvən dəniz yox, səhvən körfəz adlandırılıb, əslində dəniz olmalı idi. Bu körfəzi səhvən dəniz adlandırılıb. Yəni, bu fikir səhv fikirdir. Əslində onlar dəniz olmalı idi, amma körfəz adlandırıblar. Bir neçə adada yalnız bir dövlət yerləşə bilər. Bir neçə adada yalnız bir dövlət yerləşə bilər. Bir neçə adada yalnız bir dövlət yerləşə bilər. Bu fikir də əslində səhv fikirdir. Yəni, bir neçə adada birdən çox dövlət yerləşə bilər. Göl suyunun tərkibi iqlimdən, yeraltı sulardan və çaylardan asılı deyil. Göl suyunun tərkibi, əsasən bunu düzgün fikir kimi götürmək olar. Samur çayının mənbəyi Rusiyadadır. Bəli, Rusiyadadır. Dar çayları sürətli, düzənlik çayları isə sakit axına malikdir. Bəli, bu da doğru fikirdir. Burada 2 dənə yanlış cavab var. Bir neçə adada yalnız bir dövlət yerləşə bilər. Fikir, yəni birdən çox dövlət yerləşə bilər. Burada Meksika və Hudson körfəzi səhvən dəniz adlandırılıb. Əslində burada səhvən körfəz adlandırılıb olsaydı, bu da düz olardı. Amma burada səhvən dəniz adlandırılıb yazıldığı üçün 2 dənə səhv cavab var burada. B variantına baxaq. Okean və dəniz sularının quruya daxil olan hissəsinə körfəz deyilir. Deməli, düzgün cavab D bəndi olmalıdır. Məlumatlar hansı çaya aiddir? Uzunluğu 1515 kilometrdir. 2740 metr hündürlükdən başlayır. Deməli, bu çay Türkiyədən başlayan Kür çayıdır. Bir-birinə yaxın yerləşmiş ümumi binövrəli adalar qrupu arxipelag adlanır. Yəni, bir sıra arxipelaglarımız var. Kanada Arktik arxipelagı və yaxud da Filippin arxipelagı kimi böyük zon, kiçik zon arxipelagları kimi arxipelaglar yanaşır. Yəni, ən hündür şəlaləsi hündürlüyü 1054 metr olan Anhel şəlaləsidir. Anhel şəlaləsi Cənubi Amerika Orinoco çayının hövzəsində yerləşir. Verilən göllərdən hansılar Xəzər dənizindən daha dərindir? Deməli, əsasən Qrabendə yerləşən göllərin dərinliyi daha çox olur. Baykal düz dünyanın ən dərin gölüdür, Qrabendə yerləşir. Victoria sinklinalda yerləşir. Eyer gölü dərinliyi az olan göllər sırasındadır. Göygöl Eri həmçinin dərinliyi o qədər çox deyil. Düzgün cavabımız isə Tanganika və Baykal gölüdür. Dünyanın ən dərin gölləri sırasındadır və Xəzər dənizindən dərinliyi daha çoxdur. Meandr və deltalar. Çayın mənsəbdə qollara ayrılması zamanı yaranır. Deltalar. Çay sahillərini yuduqda yaranır. Meandrlar. Mənsəbdə materiallar toplandıqda yaranır. Deltalar. Maneələrə rast gəldikdə yaranır. Meandrlar. Deməli, 2, 4, 1, 3, yəni A bəndə olmalıdır cavab. Müvafiq olaraq daxili, kənar və adalar arası dənizləri seçin. Deməli, əvvəlcə daxil lazımdır, sonra kənar, sonra adalar arası. Aralıq düzdür, daxili dənizdir, amma Baltik də daxili dənizdir, sarı da kənar dənizdir. Baltik daxilidir, Karib kənardır, amma Norveç adalar arası deyil. Oxot kənar dənizdir. Uncul qayda pozuldu. Qara düzü daxili dənizdir. Bering kənar dənizdir. Filippin də adalar arası dənizdir. Yəni, düzgün cavab D bəndə olmalıdır. Uyğunluğu müəyyən edin. Çay yatağının sərt döngələri, bunlar meandrlar idi. Çayın daşanda su altında qalan ərazilər, su basarlar. Çayın qollara ayrıldığı geniş ərazi, delta. Çay dərəsinin pilləvari yamacları, terraslar. Çayın hündürlükdən tökülməsi şəlalə. Qıfa bənzər körfəzlə estuari. Deməli, F, Y, B, C, D, A. C bəndə olmalıdır cavab. Maldiv adaları mərcan mənşəlidir. Azərbaycandan şimal-şərqdə yerləşir. Şimal-şərqdə yox, Azərbaycandan cənub-şərqdə yerləşir Maldiv adaları. Kalimantan materik mənşəlidir. Azərbaycandan cənub-qərbdə. Cənub-qərbdə yox, cənub-şərqdə yerləşir Kalimantandası. İslandiya materik mənşəli deyil, vulkanik mənşəlidir. Kuril adaları vulkanik mənşəlidir və Azərbaycandan şimal-şərqdə yerləşir. Bəli, doğrudur. Qrenlandiya vulkanik deyil, materikdir. Onun üçün düzgün cavab D bəndə olmalıdır.
Düzgün cavabı müəyyən edin. Kənar dənizlər okeana boğaz vasitəsilə birləşir. Xeyr, bu daxili dənizlərə aiddir. Sahəsi ən böyük olan ada hətta Avstraliyadan 3 dəfə böyükdür. Xeyr, Avstraliyadan böyük deyil. Yəni ən böyük qrup parçaları materiklərdir. Materiklərdən ada materikdən heç çox böyük ola bilməz. Mərcan mənşəli adalar Atlantik və Şimal Buzlu okeanında daha çoxdur. Xeyr, mərcan mənşəli adalar isti yerlərdə olur, tropik yerliklərdə. Atlantik və Şimal Buzlu okeanında isə ümumiyyətlə mərcan mənşəli ada yarana bilməz. Axarsız göllərə bir neçə çay tökülsə də, onlardan çay başlamır. Bəli, axarsız göllərdən çay başlamır. Kənd təsərrüfatı zamanı çaylar çirklənməyə məruz qalmır. Xeyr, çirklənməyə məruz qalır. Əsasən mineral gübrələr tökülərkən, yəni düzgün tökülməməsi çayların çirklənməsindən gətirib çıxardan əsas mənbələrdən biri kimi götürülə bilər.